İndi isə keçək kremi hazırlamağa. Mən krem üçün dekor qaymaqdan istifadə edəcəm. Qaymağı soyuducuda 2 saat saxlayın hazırlamazdan əvvəl. Tam soyuq olmalıdır. Daha sonra mikserlə çırpın. Mən hamısını çırpdım, amma bu qədər artıq qalacağını bilsəydim, yarısını hazırlayardım. Qaymaq tam bərkiyən zaman bişməmiş, qatlaşmış südü əlavə edib tam bərkiyənə qədər çırpın. Əlavə qalarsa soyuducunun aşağı hissəsində saxlaya bilərsiniz. 1 ay müddətində saxlamaq mümkündür bu hazırlanmış qaymağı. Qatılaşdırılmış südü də əlavə eləyəndən sonra bir müddət yenə qaymağı çırpın mikserlə. Tam qarışsın südlə qaymaq bir-birinə və qaymaq tam bərkiməlidir. Bir müddətdən sonra o kıvamı hiss edəcəksiniz. Tam bərk olandan sonra isə hazırlaya bilərsiniz.